Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 5-ci sinif riyaziyyat dərsliyindən səhifə 91, 92, 93-də yerləşən adi kəsirlərin onluq kəsirlərə, onluq kəsirlərin adi kəsirlərə çevrilmə qaydasını izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 5-ci sinif riyaziyyat dərsliyinin davamının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. İndi isə uşaqlar keçək mövzumuza. Mövzumuz adi kəsirlərin onluq kəsirlərə çevrilməsi və yaxud onluq kəsirlərin adi kəsirlərə çevrilməsidir. Öncə gəlin araşdırma müzakirə hissəsinə baxaq. Burada müştəri 400 kiloqram pendir almaq istədi. 1 kiloqramın 400 hissəsini almaq istədi. O hansı bağlamanı götürməlidir? Baxırıq bura. 4 dənə bağlama verilib. Birinci bağlama 0,450 kiloqramdır. İkinci bağlama 1 kiloqramdır. Üçüncü bağlama 0,500 kiloqramdır. Dördüncü bağlama isə 0,750 kiloqramdır. İndi öncə bunları hesablamalıyıq. Görək hansı bizim məqsədimizə uyğundur. Başlayaq birincidən. 0,450. Bu nə deməkdir? 1450 deməkdir. İxtisar eləsək, sıfırların üstündən xətt çəkdim. Hərəsindən bir sıfır. Oldu %45. Sonra 5-ə ixtisar eləsək, olacaq 20-də 9. 20-də 9 hissə oldu. Bu olmadı. İndi keçək ikincisinə baxaq. İkincisi onsuz da 1 kiloqramdır, tamdır. Bunu götürmək lazım deyil. Bizə 400 kiloqram lazımdır. Üçüncünü hesablayıram. 0,500. Bu yarım kilo eləyəcək. Yəni 2-də 1 kiloqram. Sıfırlara ixtisar eləsək, hərəsindən 2 sıfır olur 10-da 5. Hər ikisi də 5-ə bölündə 1/2. 2-də 1 kiloqram alındı. Bu da deyil. Dördüncüsünü hesablayıram. 0,750. Olacaq 1000-də 750. Hərəsindən bir sıfıra atdım. %75. Hər biri 25-ə bölünsə surətdə 3, məxrəcdə 4 alınacaq. Deməli, dördüncü bağlamanı götürməlidir müştəri. Bunu necə tapmaq olar? Necə tapdım uşaqlar? Onluq kəsri uyğun adi kəsirə çevirməklə yazdım. Baxın, 0,1045 tamı yox idi deyə yazmadıq. 1000-də dediyimiz üçün məxrəcə 1000, surətə isə 450-nin özünü yazdıq. Digərlərini də həmin qaydada hesabladıq və cavabı aldıq. İndi gəlin dərsimizin əsas öyrənmə hissəsinə baxaq. Adi kəsirin və qarışıq ədədin onluq kəsirlərə çevrilməsi üçün nə edirik? Bizə bir adi kəsir verilib. Məsələn, 20-də 3. Çalışırıq kəsirin məxrəcini elə bir ədədə vuraq ki, 10-a, 100-ə, 1000-ə və s. onun qüvvətlərinə tamamlansın. Bir daha təkrar edirəm. Adi kəsirin məxrəcini çalışırıq elə bir ədədə vuraq ki, o 10-a, 100-ə, 1000-ə və s. tamamlansın. İndi burada 20-dir. 20-ni ona tamamlaya bilmərik. Aydın məsələdir. Gərək 2-yə bölək, o da surət 2-yə bölünmür. Deməli, o qayda ilə gedə bilmərik. Vurma ilə getməliyik. 20-ni 5-ə vursaq 100 eləyəcək. Onda surəti də 5-ə vururuq. Tamamlayıcı vuruq 5-dir. Oldu %15. 20-də 3-ün əvəzinə %15 yazdıq. %15 də məxrəci 100 olduğuna görə onluq kəsir şəklində göstərilə bilir. 0,15. Baxın, elə burada qaydada da mən dediyimi izah eləyirlər. Adi kəsirin surət və məxrəcini eyni natural ədədə vurduqda məxrəc onun qüvvətlərini alınarsa, bu kəsiri onluq kəsir şəklində yazmaq olar. Yazdıq. Həmçinin ədəd oxunda da qeyd edib göstərmişik. 0-la 1-in arasını 20 hissəyə bölüb üçüncü hissədə dayandıq. Oldu 23. Bu həmçinin %15 deməkdir. Yəni bu 0 ilə 1-in arasını 100 dənə yerə bölüb 15-ci xəttə
dayanmaq deməkdir. Hər ikisi 20-də 3, 0,15 eyni bir ədədi ifadə edir. Necə qarışıq ədədin onluq kəsrə çevrilməsi. Uşaqlar, qarışıq ədədi də onluq kəsrə çevirərkən öncə tamını bir kənara qoyacaqsınız. Kəsr hissəsini bayaqki üsulla çeviririk. Məsələn, burada 3 tam 5-də 2 verilib. 3 tamı qoyaq kənarda bizi gözləsin hələ. 5-də 2-nin məxrəcini və surətini 2-yə vursam, məxrəc onluq vahidə tamamlanacaq. Yəni olacaq 10. Bizə lazımdır məxrəc 10 olsun və ya 100 olsun, 1000 olsun, 10.000 olsun. Yəni 1 və sıfırlardan ibarət olsun ki, mərtəbə vahidi şəklində olsun ki, onu onluq kəsrə çevirə bilək. İndi ona görə 5-i 2-yə vursam məxrəc 10 eləyəcək. Surətli 2-yə vurdum 4. 10-da 4. 5-də 2 kəsrinin əvəzinə 10-da 4 yazdıq. 10-da 4-ü də onluq kəsrlə ifadə edəndə 0,4 şəklində qeyd edirik. Burada da 3 tamımız var idi. 3 tamla 0,4-ü toplayanda tamla tam toplanır. Olur 3,4. Həmçinin ədəd oxunda da qeyd ediblər. 3,4 ədəd oxunda 3 və 4 arasında yerləşir. 5-də 2 kəsirini göstərmək üçün aralığı 5 yerə bölüb ikincidə dayanırıq və yaxud ara hissəni 10 yerə bölüb dördüncüdə dayanırıq. 3,4-ü göstərir. İndi uşaqlar, bu öyrəndiklərimizə əsasən gəlin çalışmaları həll edək və çalışmaları həll edərkən yenidən təkrar-təkrar bu dediklərimizi vurğulayacağam və əminəm ki, daha rahat başa düşəcəksiniz. Onluq kəsr şəklində yazın deyir. 5-də 3 A bəndini burada izah ediblər. 5-i ən yaxın 10-a tamamlaya bilərik. 10-a tamamlamaq üçün gərək surət və məxrəcini 2-yə vurum. Oldu 10-da 6. 10-da 6 da 0,6 deməkdir. Keçdik 20B bəndi. 25-də 54. 25-i ən yaxın 100-ə tamamlaya bilərik. 10-a tamamlana bilməyəcək. Ondan sonra 100 var. Gərək 100-ə tamamlayaq. 100-ə tamamlamaq üçün kəsrin surət və məxrəcini nəyə vurmalıyıq? 4-ə vurmalıyıq. Sadəcə burada qarışıq ədəd olduğuna görə 25-də 54-ü 2 tam 25-də 4 yazıb 2 tam ayrı saxlayıb 25-də 4-ü fikirləşirik. Olur 100-də 16. 2 tam 100-də 16. Bunu bu şəkildə də yaza bilərsiniz uşaqlar. Ümumiyyətlə vurub sonra da bölə bilərsiniz. Problem yoxdur, cavab alınacaq. Nəysə, gəlin digər bəndlərini biz sərbəst şəkildə yerinə yetirək. Başlayaq birincisindən 5-də 4. 5-ə ən yaxın onluq qiymət 10-dur. Mərtəbə vahidi 10-dur. Ona tamamlamaq üçün kəsrin surət və məxrəcini neçəyə vurmalıyam uşaqlar? 2-yə vurmalıyam. Bunu da fərqli rənglə göstərim. Vuraq 2, vuraq 2. İndi hesablayaq. Artıq məxrəc 10-a tamamlanacaq. Olacaq 10-da 8. 10-da 8-i də yaza bilərəm. Tam hissəsi yoxdur. 0 tam yazıram. 10-da dediyinə görə vergüldən sonra bir dənə mərtəbə var. Həmin mərtəbəyə də elə 8-i qeyd edirik. Ümumiyyətlə, adi kəsirləri onluq kəsirlərə çevirəndə çalışın məxrəci 10-a tamamlayın. 10 alınmırsa 100-ə tamamlayın. 100 alınmırsa məxrəci 1000-ə tamamlayın. 1000 alınmırsa 10.000-ə tamamlayın və s. Yəni onluq kəsirin məxrəci 10, 100, 1000, 10.000 və s. formada mərtəbə vahidlərindən ibarət olur. Keçək dördlüçə. İndi uşaqlar, dördü aydın məsələdir ki, onu tamamlaya bilmərik. Nəyəsə vuranda 10 eləmir. Ona görə 100-ə tamamlayırıq. 4-də 3-ün surət və məxrəcini 25-ə vursaq, 100-ə tamamlanacaq. Hesablayaq. 100-də 75. Tam hissəsi yoxdur, 0 tam yazırıq. 100-də dediyinə görə vergüldən sonra 2 mərtəbə var. Onda birlər və 100-də birlər mərtəbəsi. Həmin mərtəbələrə də elə 75-i, yəni surətdəki ədədi qeyd edirik. Oldu 0 tam %75. Keçək üçüncüsünə 20-də 7-yə.
20-də 7. İndi uşaqlar, 20-ni 100-ə tamamlamaq üçün gərək surət və məxrəci 5-ə vurum. 20-də 7-ni vururam surətini də, məxrəcini də 5-ə. Olacaq 100-də 35. Bunu da qeyd edə bilərik bu şəkildə 0,35. Onluq kəsrə çevrildi. Davam edək, 4-də 1-ə baxırıq. 4-də 1. 4-ün məxrəcini 100-ə tamamlamaq üçün gərək 25-ə vuraq. Məxrəci 25-ə vurdumsa, kəsrin surəti də 25-ə vurulmalıdır. Bərabərdir. 100-də 25. Tam hissəsi yoxdur. Ona görə 0 tam yazıram. 100-də deyildiyinə görə vergüldən sonra 2 mərtəbə var. Həmin mərtəbəyə də elə surətdəki ədədləri yazdıq. Oldu 100-də 25. 4 dənəsini yazdıq. İndi 5-ciyə baxırıq. Bu da buradan bir xətt çəkim uşaqlar, qarışdırmayın. 1 tam 25-də 3. Tam hissəsi hələ ki gözdəsin uşaqlar. 25-də 3-ü biz çalışırıq ki, məxrəcini 100-ə tamamlayaq. Bunun üçün məxrəci də 4-ə vurmalıyam. Surəti də 4-ə vurmalıyam. Tamla işiniz yoxdur. Tam bizi gözləyəcək. Bərabərdir. 1 tam üstəgələk 100-də 12. Bu da neçə deməkdir? 1 tam 100-də 12 deməkdir. Bir tam var. Bir tam yazdım. Vergül koydum. %12. Vergülden sonra 2 dənə mərtəbə var. Həmin mərtəbəyə də elə surətdəki ədədləri qeyd edirik. Keçək 2 tam 2-də 1-ə. 2 tam 2-də 1. 2 tam üstəgələ 2-də 1 şəklində yazıram. 2-də 1-in məxrəcini 10-a tamamlaya bilərik. Çünki 2-ni 5-ə vuranda 10 eləyəcək. Onda surəti də 5-ə vururuq. Olur, bərabərdir. 2 tam üstəgələk 10-da 5. Tamla kəsir toplayanda tam yazırıq. Kəsir hissənin yanında sadəcə qeyd edirik. Olur 2 tam 10-da 5. 2 tam vergül 10-da 5. 2 tam 2-də 1 yazdıq. 20-də 57-yə baxaq. Bunun surət və məxrəcini birbaşa 5-ə vurub da yaza bilərsiniz. Qarışıq ədədə çevirib sonra da yaza bilərsiniz. Qarışıq ədədə çevirəndə 57-nin içində 22 dəfə yerləşir. 17 də qalıq qalır. Yazırıq 2 tam üstəgələk 20-də 17. 2 tam üstəgələk 20-də 17-nin də uşaqlar surət və məxrəcini 5-ə vurarıq ki, 100-ə tamamlansın. Vuraq 5, vuraq 5. 2 tam üstəgələk 100-də 7 dəfə 5 35. 3 yadda 5 dəfə 1 5. 3 də yadda 8. 100-də 85. 2 tam 100-də 85. Tam hissəsi 2-dir. Qeyd edirəm. Vergül qoyuram. 100-də deyildiyinə görə vergüldən sonra 2 mərtəbə var. Həmin mərtəbəyə də 85-i qeyd edirəm. Sonra 20-də 57-ni yazdıq. 4 tam 25-də 8-ə baxaq. 4 tam üstəgələk 25-də 8 şəklində yazıram. İndi bu 25-in 25-də 8-i biz məxrəci 100 olan kəsir şəklində göstərməliyik. Buna görə gərək məxrəcdə 4-ə vurulsun, surət də 4-ə vurulsun ki, məxrəc 100-ə tamamlansın. 25-i 4-ə vuranda 100 eləyir. 4 üstəgələk 100-də 4 dəfə 8 32. 4 tam 100-də 32 şəklində yazırıq. 4,32. 4 tam 100-də 32. 3 tam 50-də 9-a baxaq. 50-də 9. Qeyd edirəm tam və kəsirin cəmi şəklində. İndi məxrəc 50-dirsə, 2-yə vurub 100-ə tamamlamaq olar. Məxrəci də 2-yə vururam, surəti də 2-yə vururam. Olur, bərabərdir.
3 tam üstə gələk %18. Bu da 3 tam %18 verir bizə. Tam hissəsi 3 tamdır. Kəsir hissəsi %18'dir. İndi uşaqlar yerdə 3 dənə variant qaldı. Həmin variantları yazmaq üçün mən lövhəni təmizləyib davam edəcəm. Yəqin ki, bura qədər olan hissəni başa düşdünüz. Davam edirik. 2 tam 50-də 17 verilib. Yazıram 2 tam üstə gələk 50-də 17. İndi 50-ni 2-yə vursaq 100-ə çevrilər. Ona görə məxrəci surəti də 2-yə vururam. Ümumiyyətlə, adi kəsiri onluq kəsirə çevirəndə bizim əsas işimiz məxrəci 10-a, 100-ə, 1000-ə tamamlamaqdır. Bunun üçün hansı ədədə lazımdırsa vura bilərsiniz. Məxrəci də surətdə eyni anda. 2-ni 17-yə vuranda eləyəcək 34. Bərabərdir 2 tam %34. Tam hissəsi 2-dir. Kəsr hissəsi %34'dür. Sonra 10'da 13'e baxaq. 10'da 13. Uşaqlar, bunu birbaşa da yaza bilərsiniz. Qarışıq ədədə çevirib də yaza bilərsiniz. 13'ün içərisində 11 dəfə yerləşir. 3 də qalıq qalır. Yazıram 1 tam üstə gələk. 10'da 3. Heç bunu bu formada yazmağa ehtiyac yox idi. Onsuz da onluq kəsirə çevrilir. İndi tam hissəsi 1'dir, kəsr hissəsi 13'dür. Keçək 200'də 29'a baxaq. Deyək 200'ü gərək 5'ə vurum ki, məxrəc 1000'ə tamamlansın. Kəsrin surətini də, məxrəcini də 5'ə vuracam. 200 ancaq 1000'ə tamamlamaq olar. Vurdum 5'ə, vurdum 5'ə. Bərabərdir. 1000'də 145. Bunu da yaza bilərik. Tamı yoxdur. Elə 0 tam 1000'də 145 şəklində. Birinci çalışmanın izahını yekunlaşdırdıq. Maraqlı və asan bir çalışma idi. Ümid edirəm ki, ardıcıllığı necə həll etməli olduğunuzu artıq başa düşdünüz. İndi isə uşaqlar keçirəm ikinci çalışmanın izahına. İkinci çalışmada bölmə əməlini adi kəsir şəklində yazın və onluq kəsirə çevirin. Biz demişdik ki, bölmə əməlini kəsir xətti ilə ifadə etmək olar. Gəlin başlayaq həll etməyə. Birincisindən başlayıram. 7 bölək 10 bərabərdir yaza bilərəm. Bölünən, yəni birinci ədəd surətdə yazılır. Bölən ikinci ədəd məxrəcdə yazılır. 10'da 7. 10'da 7 də məxrəc 10 olduğuna görə tam hissəsi də yoxdur. Yazıram 0 tam 10'da 7. Sonra ikincisinə baxaq. 13 bölək 25. Yazıram 25'də 13 şəklində. Bunu da 25'i gərək 4'ə vuraq ki, məxrəc 100'ə çevrilsin. Surəti də 4'ə vururuq. Olur 100'də 40, 52. Tam hissəsi yoxdur, yazıram 0 tam. 100'də dediyimizə görə vergüldən sonra 2 dənə mərtəbə var. Həm mərtəbələrə də elə surətdəki ədədləri yazırıq. 52 tamamilə doldurur. Sonra 1 bölək 50'ni tapaq. 1 bölək 50. Yazıram 50'də 1 şəklində. Məxrəc 50'dir. Biz bunu 100'ə tamamlamaq üçün gərək məxrəci də, surəti də 2'yə vuraq. Olacaq 100'də 2. 0 tam. Vergüldən sonra 100, məxrəc 100 olduğuna görə 2 dənə mərtəbə var, amma surətdə 1 dənə rəqəm var. Həmin rəqəm sondan əvvələ doğru doldurur mərtəbələri. Ortada boş qalmasın deyə 0 tam yazırıq. 0 tam 100'də 2. Bunu onluq kəsirləri təzə keçəndə izah etmişdim. Kanalımızda var videosu. 6 bölək 40'a baxaq.
Yazırıq 40-da 6 şəklində. Kəsrin surət və məxrəci 2-yə bölünür. 2-yə bölsəm surəti 3 qalır, məxrəci 20 qalır. Kəsrin surət və məxrəcini uşaqlar ixtisar elədim. 2-yə böləndə 3 qaldı, 2-yə böləndə 20 qaldı. İndi bu 20-də 3-ün surət və məxrəcini təzədən 5-ə vururam ki, məxrəc 100-ə tamamlansın. Bax, bu məxrəc 20-ni gərək 5-ə vurum ki, məxrəc 100 olsun və onluq kəsrə çevirə bilək. %15. 0 tam %15 şəklində yazdıq. Sonra keçək 4 dənəsi qaldı. Onu da bu hissədən yazaq. 11 bölək 10. 10-da 11 şəklində yazırıq. 11-in içində 11 dəfə yerləşir. Qalıqda 1 qalır. Bu da 1 tam onda 1 deməkdir. Sonra 7 bölək 5-ə baxaq. 7-nin içində 5 bir dəfə yerləşir. 2 də qalıq qalır. Kəsrin surətini və məxrəcini 2-yə vurmalıyam ki, məxrəc ona tamamlansın. Olacaq 1 tam onda 4. Bu da uşaqlar 1 tam onda 4 deməkdir, yəni 1,4. Sonra 11 bölək 4-ə baxaq. Yaza bilərəm 4-də 11 şəklində. 11-in içində 4 neçə dəfə yerləşir? 2 dəfə. 8 eləyir. 11-dən də 8-in çıxanda qalıq 3 qalır. Yazıram 2 tam plus 4-də 3 şəklində. Bu 4-ü gərək 25-ə vuram ki, məxrəc 100-ə tamamlansın. Surəti də 25-ə vururuq. Olur bərabərdir. 2 tam üstə gələk %75. Bu da bizə verəcək 2 tam %75. Onu da onluq kəsir şəklində yazsaq, tamı 2 tamdır. Kəsir hissəsi %75-dir. 127 bölək 20-yə baxaq. Yazıram 20-də 127 şəklində. 127-nin içində 26 dəfə yerləşər. 120 eləyəcək. Qalıq da 7 qalacaq. Yazıram 6 tam plus 20-də 7 şəklində. 20-nin gərək 5-ə vuraq ki, məxrəc 100-ə tamamlansın. Onda surəti də 5-ə vururuq. Məxrəci nəyə vurursunuzsa, surəti də həmin ədədə vurursunuz. Burada uşaqlar, kəsrin məxrəcidir rol oynayan. Surəti ona uyğun ədədə vururuq. Olacaq 100-də 7 dəfə 5, 35. %35. 6 tam %35 şəklində yazırıq. Tam hissə ilə kəsir hissəni topladıq. Tamı 6-dır, kəsir hissəsi %35-dir. Bu da ikinci çalışmanın izahı idi. Uşaqlar, ikinci çalışmanı da yekunlaşdırdıq. Ümid edirəm ki, artıq üsulu rahatlıqla dərk elədiniz. Keçək üçüncü çalışmanın izahına. Bəzən adi kəsri ixtisar etdikdən sonra surət və məxrəci müəyyən ədədə vurmaqla məxrəcdə onun qüvvətləri alınır. Bu qaydaya əsasən əvvəlcə kəsri ixtisar edin, sonra isə onluq kəsr şəklində yazın. Elə bayaq işlədiyimiz qaydanı burada da tətbiq edirik uşaqlar. Başlayaq birincisindən. 18-də 9 verilib. Baxıram ki, kəsrin surəti də, məxrəci də elə 9-un özünə bölünür. Əslində 3-ə də bölünür, amma ən böyük 9-a bölünür. Ona görə birbaşa ən böyük bölənə bölürəm ki, tam ixtisar getsin. 9-a böləndə 1 qaldı, 9-a böləndə 2 qaldı. Kəsirimiz oldu 2-də 1. Sonra kəsirin məxrəcini 2-dir. Ona tamamlamağa çalışıram. Onun qüvvətlərinə tamamlamağa çalışıram. Bunun üçün nəyə vuraram? 5-ə vuraram. Bunu da fərqli rənglə göstərəcəm uşaqlar. Vururam 5-ə.
Kəsirin məxrəcini də surətini də 5-ə vururam ki, məxrəc onun qüvvəti şəklində olsun, onluq kəsirə çevirə bilək. Onda 5. Bu da nə deməkdir? 0,5 deməkdir. Sonra 15-də 6-ya baxaq. Baxıram ki, kəsirin surəti də, məxrəci də 3-ə bölünə bilir. Əbobları 3-dür. 3-ə bölünsə 6, 2 qalır. 15-i 3-ə bölsək 5 qalır. Kəsr oldu 5-də 2. İndi kəsirin surət və məxrəcini nəyə vurmalıyam? Məxrəci 2-yə vurmalıyam. Onda surəti də 2-yə vururam. Olur 10-da 4. Yəni 0,4. Keçək 16-da 2-yə. Kəsirin surət və məxrəci 2-yə bölünür. 2-yə bölsək 1 qalır, 2-yə bölsək 8 qalır. Oldu 8-də 1. 8-i nəyəsə vursaq ona tamamlanmaz. 8-i nəyəsə vursaq 100-ə də tamamlanmaz. 8-i ancaq 1000-ə tamamlaya bilərik. 125-ə vurmaqla. Onda surət də 125-ə vururuq. Olur 1000-də 125. 0,1000-də 125 şəklində qeyd etdik. Sonra dördüncüsünə baxaq. 35-də 28 verilib. Kəsirin surəti və məxrəci baxıram ki, 7-yə bölünür. 7-yə ixtisar aparıram. 28-i 7-yə böləndə 4 qalır. 35-i 7-yə böləndə 5 qalır. Kəsirimiz oldu 5-də 4. Məxrəc 5 olduğuna görə məxrəci 2-yə vururam ki, 10-a tamamlansın. O zaman surəti də 2-yə vurmalıyam. Olacaq 10-da 8. Yəni 0,8. Keçək digərlərinə baxaq. 35-də 28-i yazdıq. 56-da 49-a baxırıq. Kəsirin surət və məxrəci nəyə ixtisar gedər? 7-yə ixtisar gedər. 7-yə bölək. 7-yə böləndə 7 qaldı. 7-yə böləndə 8 qaldı. Oldu 8-də 7. Kəsirin surət və məxrəcini 125-ə vuraram ki, 1000-ə tamamlansın. Nə 100-ə tamamlanmır 8, nə də 10-a tamamlanmır. Ancaq 1000-ə tamamlana bilir 125-ə vurulmaqla. 7 dəfə 5, 35. 3 yadda, 7 dəfə 2, 14. 3 də yaddaydı 17. 1 yadda, 7 dəfə 1, 7, 1 də 8. Olacaq 0,1000-də 875. Sonra keçək 56-da 49-u yazdıq, 40-da 25-ə. Kəsirin surət və məxrəci 5-ə ixtisar gedir. 25-i 5-ə bölsəm 5 qalır. 40-ı 5-ə bölsəm 8 qalır. Olur 8-də 5. Yenə də surət və məxrəci 125-ə vururuq. 8 olanda 125-ə vurmalıyıq ki, 1000-ə tamamlansın. Çünki başqa yolu yoxdur. 8-i 125-ə vuranda 1000 elədi. 5-i 125-ə vuranda 5 dəfə 5, 25, 2 yadda. 5 dəfə 2, 10, 2 də yadda 12, 1 yadda. 5 dəfə 1, 5, 1 də yadda 6. 625. Onu da yazırıq 0,1000-də 625 şəklində. 40-da 25-i yazdıq, 28-də 21-ə baxaq. Surət və məxrəc 7-yə bölünür. 7-yə ixtisar gedir. 7-yə ixtisar eləsəm 3 qaldı. 7-yə ixtisar eləsəm 4 qaldı. Oldu 4-də 3. Məxrəc 4-dür. 4-ü 100-ə tamamlamaq üçün 25-ə vurmaq lazımdır. Onda surəti də 25-ə vururuq. Olur %75. 0,75. 45-də 27-yə baxaq. Surət və məxrəc 9-a ixtisar gedir. 9-a bölsəm 3 qaldı. 9-a bölsəm 5 qaldı. Kəsrimiz oldu 5-də 3.
İndi məxrəc 5 olduğuna görə bunu 10-a tamamlamaq olar. Çünki 5-i 2-yə vuranda 10 eləyir. Məxrəci də 2-yə vururam, surəti də 2-yə vururam. Oldu 10-da 6, yəni 0,6. Yerdə 3 dənə variantımız qaldı. Həmin variantların da izahını vermək üçün uşaqlar, lövhəni təmizləyib davam edəcəm. Yəqin ki, bura qədər olan hissəni artıq başa düşdünüz. 35-də 77. Surət və məxrəc 7-yə bölünür. Gəlin 7-yə bölək. 77-ni 7-yə bölsək 11 qalır. 35-i 7-yə bölsək burada 5 qalır. Kəsrimiz oldu 11, 5-də 11. 5-də 11-i də necə yaza bilərik? 11-in içində 5 2 dəfə yerləşir, 1 də qalıq qalır. Yazıram 2 tam üstəgələk 5-də 1 şəklində. İndi 2 tam olduğu kimi qalsın. 5-də 1-in məxrəcini və surətini 2-yə vursaq, onluq kəsrə tamamlaya bilərik. Olacaq 2 tam üstəgələk 10-da 2, yəni 2 tam 10-da 2. Elə dediyimiz formada da onluq kəsr şəklində yazırıq. Tam hissəsi 2 tamdır, kəsr hissəsi 10-da 2-dir. 32-də 48-ə baxaq. Surət və məxrəc hər ikisi maksimum 16-ya bölünür. Yəni ən böyük 16-ya bölünə bilər. Əbobları 16-dır. 16-ya bölsəm 48 3 qalır. 32-ni 16-ya bölsəm 2 qalır. 2-də 3. İndi uşaqlar necə yaza bilərik? Birbaşa surət və məxrəci 5-ə vurub sonra da çevirə bilərik. Bu formada da yaza bilərik. Yaxşı, 1 tam 2-də 1 oldu. 3-ün içindəki 1 tam yerləşdi. Bunu yazıram 1 tam üstə gələ 2-də 1 şəklində. 1 tam olduğu kimi qalsın. Biz 2-də 1-in məxrəcini və surətini 5-ə vurmaqla onluq kəsiri tamamlayırıq. Bərabər olur 1 tam üstə gələk 10-da 5. Yəni 1 tam 10-da 5. Onluq kəsirdə də eyni. Necə tələffüz eləyiriksə o formada da yazırıq. 1 tam 10-da 5. 20-də 35-ə baxaq. Surət və məxrəc 5-ə bölünür. Yaxşı, bölək 5-ə, 5-ə ixtisar eləyək. 5-ə ixtisar eləsəm burada 7 qalır. 5-ə ixtisar eləsəm burada 4 qalır. İxtisar eləmək bölmək deməkdir. Artıq bunlardan çox danışmışıq sizlə. 4-də 7. Surət və məxrəci birbaşa 25-ə də vurub yaza bilərik. Öncə qarşı xəttə çevirib sonra da hesablaya bilərik. 7-nin içərisində 4 bir dəfə yerləşir, 3 də qalıq qalır. Yazıram 1 tam üstə gələk 4-3 şəklində. 1 tam bizi gözləyir, hələ ki durur. Biz 4-3-ün surət və məxrəcini nəyə vurarıq? 25-ə vurarıq. Məxrəci 100-ə tamamlamaq üçün. 1 tam üstə gələk 100-də 75. Toplasaq tamla kəsr hissəsini 1 tam 100-də 75 verəcək. Tam yazılır, kəsr hissə yanına qeyd olunur. Bu da 1 tam 100-də 75 deməkdir. Necə tələffüz eləyiriksə, o formada da onluq kəsirə çevirib yazırıq. Və yaxud onluq kəsiri necə tələffüz eləyiriksə, o formada da adi kəsirə çevirib yazırıq uşaqlar. Qeyri-adi bir şey eləmirik. Məsələn, əgər məxrəci 100-də dedimsə, vergüldən sonra 2 rəqəm olur. 10-da dedimsə, vergüldən sonra 1 rəqəm var. Tamı neçə deyirəmsə, həmin tamı yazıram. Yəni qeyri-adi bir şeylər eləmirik. Bu da üçüncü çalışmanın izahı idi. İndi isə keçək dördüncü çalışmanın izahına. Bərabərliyin doğru olması üçün boş xanaya uyğun rəqəmi tapın. Öncə uşaqlar yazıram 4-də 3 bərabərdir 0 tam boş xana verilib 5 verilib bir də. İndi öncə 4-3-ü gəlin çevirək. 4-3-ü məxrəcini və surətini 25-ə vurmaqla onluq kəsrə çevirə bilərik. Bayaq buna aid yazmışdıq. 100-də 75 eləyir. Yəni əslində 0 tam %75 olmalı idi. Onda boş xanada nə dayanacaq? 7 dayanacaq.
Sonra ikincisinə baxaq. 2 tam 20-də 13. 2 tam 20-də 13. Bərabərdir yazıblar. 2 tam yenə boş bir xana verilib, 5 verilib. 2 tam 20-də 13-ü çevirirəm. Yazıram 2 tam, qıraqda bizi gözləsin. 20-də 13-ün surət və məxrəcini 5-ə vurmalıyam ki, o 100-ə tamamlansın. Olacaq 2 tam 100-də 50, 15, 65. Oldu 2 tam %65. Deməli, boş hissədə 6 dayanmalıymış. 2 dənəsini yazdıq. Sonra 20-də 17-yə baxırıq. Surət və məxrəci 5-ə vururam ki, məxrəc 100-ə tamamlansın. 17 vuraq 5-dir bu. Bərabərdir. 100-də 17-ni 5-ə vuranda 50, 35, 85. 0 tam %85 olacaq. Yəni boş xananın yerinə nə yazılmalıydı? 8 yazılmalıydı. Bunların da aralarında xətt qoyum ki, uşaqlar qarışdırmayın. 4-də 11 verilib. 4-də 11. 11-in içində 4 2 dəfə yerləşir. Qalıq da 3 qalır. Gəlin birinci cavabını yazaq, sonra verilən şərti yazaq. Boş bir xana verilib tam hissəsində. Kəsr hissəsində 75. 4-də 11-i çevirirəm. 2 tam 4-də 3 demək idi. 4-də 3-ü də uşaqlar bayaq indicə burada çevirmişik. 2 tam üstə gələk 4-də 3 şəklində yazırıq. Bu 2 tam üstə gələk 4 vuraq 25, 3 vuraq 25. Həm də birinci bənddə elə 4-də 3-ü çevirmişdik. Oradan da baxıb yaza bilərsiniz təkrar yazmamaq üçün. %75 deməkdir. O da olur 2 tam %75. Tam hissəsi deməli 2 imiş. Burada 2 dayanmalıdır. 4 dənə bəndi yazdıq. Yerdə qalan bəndləri yazmaq üçün uşaqlar lövhəni təmizləyib davam edəcəm. İyirmi beşdə 13-ə baxaq. Bərabərdir 0 tam boş bir xana verilib və 2 verilib. Həll edirəm. 25-də 13. 25-i 100-ə tamamlamaq üçün gərək məxrəci də, surəti də 4-ə vuram. Olacaq 100-də 40, 12, 52. Yəni 0 tam %52. Boş xanada onda 5 dayanmalıymış. Sonra 5-də 12-yə baxaq. 12-nin içində 5 2 dəfə yerləşir, 2 də qalıq qalır. Olur 2 tam üstə gələk 5-də 2 bərabərdir. 2 tam üstə gələk 5-də 2-nin surət və məxrəcini 2-yə vurmalıyam ki, məxrəc ona tamamlansın. Bu da nə deməkdir uşaqlar? 2 tam 10-da 4 deməkdir. Yəni 2 tam vergül 4. Onda boş hissəyə nə yazılmalıdır? 4 yazılmalıdır. Gərək onu yuxarıdan yazardım. Yox yazmadım. Təzədən buradan qeyd edeyim. 5-də 12 bərabər olmalıdır. 2 tam boş xananın içərisində 4. Məndə yer olmadı deyə aşağıdan qeyd elədim. Uşaqlar, siz bunu alt-alta yaza bilərsiniz. Sonra keçək 125-də 3-ə baxaq. 125-də 3. 125-i 8-ə vurmalıyam ki, məxrəc 1000-ə tamamlansın. Başqa heç nəyə tamamlanmır.
Olacaq 1000-də 24. Bu da 0,024 olacaq. 3 dənə rəqəm olmalıdır, amma 2 rəqəm var deyə ortaya bir dənə 0 yazdım. Onda burada neçə olardı uşaqlar? Boş xananın yerinə 0 olardı. Davam edək, 10-da 15-ə baxırıq. Bərabərdir 1 tam 10-da 5 eləyir. Yəni 1,5 yazarıq. Orada nə verilib? 10-da 15 deyir bərabərdir. Boş kvadrat verilir 5. Tamı yerinə 1 yazmalıyıq. Davam edək. 3 tam 8-də 3 bərabərdir 3 tam. Boş bir kvadrat 75 verilib. Hesablayırıq. 3 tam 8-də 3 bərabərdir 3 tam üstə gələk 8-də 3. 8-i 125-ə vurmalıyıq. 1000-ə tamamlansın. Başqa heç nəyə tamamlanmır çünki. 3-ü də vurdum 125-ə. Bərabər olacaq 3 tam 1000-də 375. Bu da 3 tam 1000-də 375 deməkdir. Onda boş xananın yerinə 3 yazılmalıdır. Bunu da qeyd etdik uşaqlar. Keçək sonuncusuna. 25-də 32-yə. 32-nin içində 25 bir dəfə yerləşir. 7 də qalıq qalır. 1 tam üstə gələk 25-də 7 yazıram. Surət və məxrəci də 4-ə vururam ki, 100-ə tamamlansın. Olacaq 1 tam üstə gələk 100-də 7 dəfə 4 28. Yəni 1 tam 128. Onluq kəsrə də çevirdim. İndi orada nə deyilmişdi? 25-də 32 bərabərdir deyilmişdi 1 tam 10-dakı boş bir xana verilmişdi. Deməli, o boş xananın yerinə nə olar? 8 olar. Bu da 4-cü çalışmanın izahı idi. İndi isə uşaqlar keçək 5-ci çalışmanın izahına. Öncə burada kiçik bir öyrənmə hissəsi var. Ora baxaq uşaqlar. Onluq kəsri adi kəsrə çevirəndə isə nə etməliyik? İndi o addımlara baxırıq. Vergüldən sonra sonlu sayda rəqəmi olan hər bir onluq kəsri adi kəsir və ya qarışıq ədəd şəklində yazmaq olar. Məsələn, 3 tam vergül 45 yazılıb. Bunu necə oxuyuruq? 3 tam 100-də 45. Elə necə oxuyuruqsa o formada da qeyd edirik. 3 tam 100-də 45. Bunu nə edə bilərik? 100 ilə 45-i 5-ə ixtisar edə bilərik. Olacaq 5-ə ixtisar gedəndə 9, 5-ə ixtisar gedəndə 20. 3 tam 20-də 9. 3 tam 20-də 9 şəklində. Heç bunu bu qədər uzatmadan elə birbaşa ixtisar edib bu şəkildə də yazmaq olar uşaqlar. 5-ci çalışmaya baxsaq, onluq kəsirləri adi kəsirə yaxud qarışıq ədədə çevirin, kəsr hissəsini ixtisar edin. 0 tam 10-da 8 vergüldən sonra bir rəqəm varsa 10-da oxuyuruq. 2 rəqəm varsa 100-də, 3 rəqəm varsa 1000-də oxuyuruq. Elə məxrəci də həmin ədədləri yazırıq. Oldu. 0 tam 10-da 8, 10-da 8 deməkdir. Tam hissəsi də yoxdur deyə yazmadıq. Surətlə məxrəc 2 ixtisar gedir, olur 5-də 4. Yaxşı, başlayaq indi digər bəndlərini biz özümüz sərbəst yerinə yetirək. Birincisinə baxıram. 0 tam 10-da 5. Tam hissəsi yoxdur deyə yazmıram. Vergüldən sonra bir rəqəm var. Deməli, məxrəc 10 olacaq. 10-da 5. Surət və məxrəc 5-ə bölünür uşaqlar. 5-ə ixtisar gedir yəni.
5 bölək 5, 10 bölək 5. Bu bölmənin üstündən xətt çəkib ixtisar şəklində də yazmaq olar. Oldu 2-də 1. Sonrasına baxaq. 0,25. Vergüldən sonra 2 rəqəm varsa məxrəc 100-dür. Surətdə də elə həmin ədədin özünü yazırıq. Surətlə məxrəc uşaqlar elə 25-ə bölünür. Ən böyük. 25-ə bölürəm. 100-ü də 25-ə bölürəm. Olur 4-də 1. Sonra 0,12-yə baxıram. Yazıram %12. Tamı da yoxdur deyə yazmırıq. Surətlə məxrəc 12 ilə 100 üçün əbab 4-ü 4-ə bölünəcək. Surətdə 3 qalır, məxrəcdə 25 qalır. Olur, deməli, 25-də 3. Sonrasına baxaq. 0 tam, 1000-də 32. Vergüldən sonra 3 rəqəm varsa məxrəc 1000-dir. Surətdə də vergüldən sonraki rəqəmləri yazırıq. 0, 32. Amma sadəcə o 0-ın mənası yoxdur, eləcə 32-ni yazırıq. Surətlə məxrəc 8-ə bölünər. 4-ə də bölünür, 2-yə də bölünür. Amma ən çox 8-ə bölünür deyə elə birbaşa 8-ə bölürük ki, tam ixtisar aparmış olaq. Surətdə 4 qalır, məxrəcdə 125 qalır. Sonra 2 tam 10-da 4-ə baxaq. Tam hissəsi 2 tamdır. Kəsr hissəsi olacaq 10-da 4. Kəsrin surət və məxrəcini 2-yə bölə bilərəm. Surətini də, məxrəcini də. Tam hissəsindən işiniz yoxdur, olduğu kimi qalır. Bu oldu 5-də 2. Yəni 2 tam 5-də 2. Bu qədər uzatmadan birbaşa ilə burada da ixtisar edib yazmaq olar uşaqlar. Keçək 2 tam 1000-də 142-yə baxaq. Yazaram 2 tam. Vergüldən sonra 3 rəqəm var deyə məxrəc 1000-dir. 1000-də 142. Nəyə bölünər? 2-yə bölünsə 71 qalır. Hə, surətlə məxrəci 2-yə bölürük. Bölməni bax, belə ixtisar kimi də yazmaq olar. Surəti 2-yə böləndə 71 qalacaq. Məxrəci də 2-yə böləndə 500 qalacaq. Bax, belə yazıb uzatmadan da həll eləmək olar. 2 tam 500-də 71. Onsuz da ixtisar da bölmə deməkdir də, uşaqlar bilirsiniz artıq. Sonra 3 tam 1000-də 125-ə baxaq. Yazıram 3 tam 1000-də 125. Elə uşaqlar 125-in özünə bölünür. 125-i 125-ə bölsək 1 qalacaq. 1000-i 125-ə bölsək 8 qalacaq. 125-in özünə bölündü. Qaldı 3 tam 8-də 1. Sonra bir variantımız var. Onu da lövhəni silməyəcəm. Elə burada yazacağım. 5 tam 1000-də 450. O sonuncu sıfırı yazmaya da bilərik. Onluq kəsirin bilirik ki, sonundakı sıfır mənası sıfırdır. Yəni, onun üstündən xətt çəkə bilərəm uşaqlar. Silə bilərəm onu. 5 tam 45 qaldı. İndi olacaq 5 tam 45. Surətlə məxrəc nəyə bölünür? 5-ə bölünür. 5-ə bölək. 45-i 5-ə bölsəm 9 qalır. 100-ü 5-ə bölsəm 20 qalır. Kəsirimiz olur 5 tam 20-də 9. Gördüyünüz kimi belə bölməklə də yazıb sonda nəticə ala bilərsiniz. Uzatmadan elə birbaşa surətlə məxrəcini ixtisar edib də yaza bilərsiniz. Hansı üsul sizə rahatdırsa o formada davam edərsiniz. İndi isə uşaqlar keçirik 6-cı çalışmanın izahına. Boş xanaya uyğun ədədi müəyyən edin. Başlayaq həll etməyə. 0 tam %19 bərabərdir nə yazılmalıydı?
%19 yazılmalıydı. Boş xanada nə olacaq? 19 olacaq. Sonra 0,7 verilib. Onda boş xanada nə yazılacaq? Məxrəc 100-dürsə surətdə vergüldən sonraki rəqəmlər yazılır. 0,7 yazmağında mənası yoxdur, eləcə 7 yazırıq. 0,25-dir. Yazmalıyıq %25 boş xanaya. 25. Sadəcə surət də məxrəc də 25-ə bölünür. 100-ü 25-ə böləndə 4 qalır. 25-i 25-ə böləndə 1 qalır. Neynədik? Surət və məxrəci 25-ə böldük. İxtisar elədik, yəni 25-ə. Sonra keçək dördüncüsünə. 3 tam 1000-də 125 verilib. Bunu öncə yazmalıyıq. 3 tam 1000-də 125 şəklində. İndi baxırıq ki, kəsirin surət və məxrəci nəyə bölünür? 125-in özünə bölünür. 125-ə bölsək tam olduğu kimi qalır. 1000-i 125-ə böləndə 8 qalır. 125-i 125-ə böləndə 1 qalır. O bölməni də yazaq bu şəkildə. Nəyə böldüm? 125-ə böldüm. Nəyə böldüm? 125-ə böldüm. Surəti və məxrəci tam da olduğu kimi qalır. Tamla işiniz yoxdur. Uşaqlar, bu da 6-cı çalışmanın izahı idi. Yenə çox maraqlı bir çalışma idi. Keçək 7-ci çalışmanın izahına. 7-ci çalışmada Samir lövhədə 4,1000-də 125 ədədini düzgün olmayan kəsr şəklində yazmaq istədi. Onun səhvini müəyyən edin və düzgün həlli yazın. Görək səhvi hardadır? Öncə bir qırmızı ruçkamızı götürək. Baxaq. 4 tam 1000-də 125 yazmalıdır. Amma bu 100-də 25 yazıb. Bax, səhvi burada eləyib uşaqlar. Burada bir dənə sıfırı az yazıb. Sonra da 25-ə ixtisar edəndə burada 40 qalmalı idi. Olmalıydı 40-da 1. 4 tam 40-da 1 eləməli idi. 4-ü 4-ə vurduq. 160 üstünə də 1 gələndə 161 eləyir. Bu ümumiyyətlə səhvdir. Gəlin indi səhvini düzəldək. Harda səhv eləyib? Başlanğıcda burada bir sıfır qoymaqla səhv eləyib. Ondan sonra da artıq misal səhv gedib. Buradan sonrası ümumiyyətlə səhv olub. Burada sıfırı unudub deyə. Yaxşı, gəlin düzgün formasını biz indi özümüz düzəldək yazaq. 4 tam 1000-də 25 bərabərdir yazmalıydı 4 tam. Vergüldən sonra 3 rəqəm var deyə məxrəc olacaq 1000. 1000-də 25. Bunu da ayrı-ayrı kəsirlər şəklində, daha doğrusu tamla kəsri ayrı-ayrılıqda yazsaq. Surətlə məxrəc 25-ə bölünür. 25-ə bölək. 25-i 25-ə böləndə 1 qalır. 125-ə böləndə 4, 1000-i də 25-ə böləndə 40 qaldı. Oldu 40-da 1. 4 tam üstə gələk 40-da 1. Bu da 4 tam 40-da 1 deməkdir. Məxrəc olduğu kimi qalacaq. Məxrəci tama vururuq. 4-ü 4-ə vuranda 4-ü 40-a vuranda 160, üstünə də 1 gələndə 161. Belə olmalı idi. Səhvi isə burada bir dənə 0 yazmaqla elədi. Sonra isə başdan ayağa səhv getdi. Bu da 7-ci çalışmanın izahı idi uşaqlar. Hətta istəyirsiniz bu üzərində yazdıqlarımı silim. Buradan sonra ümumiyyətlə səhv olub. Burada 0-ı səhv buraxıb deyil, gerisi artıq tamamilə səhvdir. Davam edək, keçirik 8-ci çalışmamıza.
Onluq kəsrlə verilmiş ölçüləri adi kəsrlə yazın. Yəni onluq kəsrləri adi kəsrə çeviririk. Başlayaq birincisindən. 0 tam mində 250 kiloqram verilib. Vergüldən sonra 3 rəqəm var. Məxrəci yazıram mində 250. Surət də məxrəc də elə 250-yə bölünür uşaqlar. 250-yə bölsəm 250-yə bölsəm 1 qalır. 250-yə bölsəm 4 qalır. Oldu 4də 1 kiloqram. Sonra ikincisinə baxırıq. 1 tam mində 125. Tamı var, qeyd edirəm. Bu da kiloqram idi. Tamı var, qeyd edirəm. Vergüldən sonra 3 rəqəm olduğuna görə məxrəc mindir, surət də 125-dir. İndi 1000 ilə 125 elə 125-in özünə ixtisar gedir. 125-i 125-ə böləndə 1 qalır, 1000-i 125-ə böləndə 8 qalır. Oldu 1 tam 8də 1 kiloqram. Üçüncüyə baxaq, 0,3 metr. Bu 10'da 3 metr deməkdir. Bu asan idi. Sonra 2 tam %24 metrə baxaq. Tamı var, yazıram 2 tam. Vergüldən sonra 2 rəqəm olduğuna görə məxrəc 100'dür. Surətdə də 24. Surətlə məxrəc 4'ə, bəli, 4'ə ixtisar gedir. Yəni 4'ə bölünür. 24'ü 4'ə bölsəm 6 qalır. 100'ü 4'ə bölsəm 25 qalır. Tamla da işiniz yoxdur. Tam olduğu kimi saxlanılır. Oldu 2 tam 25'də 6 metr. Sonra 0 tam %12'yə baxaq. Vergüldən sonra 2 rəqəm var. Deməli məxrəc 100'dür. %12. Surətlə məxrəc uşaqlar nəyə ixtisar gedər? 4'ə ixtisar gedər. Bəli, 4'ə bölünər. Surəti 4'ə bölsəm 12'ni 4'ə böləndə 3 qalır. 100'ü də 4'ə böləndə 25 qalır. Bərabərdir 25'də 3. Ölçü vahidi nə idi? Qram idi. Bu da qram idi. Bir dəqiqə onu düzəldim. Bunu da qeyd etdik. Keçək digərlərinə baxaq. 1 tam %5 qram. Yazıram 1 tam %5. Tamı var, tamı yazdım. Məxrəc 100, surət isə 5. Surətlə məxrəc elə 5'ə bölünür. 5'i 5'ə bölsəm 1 qalır. 100'ü 5'ə bölsəm 20 qalır. 1 tam 20'də 1 qram. Sonra keçirik 0 tam 1000'də 125 santimetr. Tam yoxdur, yazmırıq. 1000'də dediyimizə vergüldən sonra 3 rəqəm var. Məxrəc 1000'dir, surət də 125. Uşaqlar, necə deyirsinizsə, tələffüz edirsinizsə, elə o formada da yazırıq. 125 ilə 1000 elə 125'in özünə bölünər. 125'i 125'ə böləndə 1 qalır. 1000'i 125'ə böləndə 8 qalır. Oldu 8'də 1 santimetr. 4 tam %75 santimetrə baxaq. Tamı var 4 tam. Vergüldən sonra 2 rəqəm var. Məxrəc olacaq 100. Surət də olacaq 75. 100 ilə 75 25'ə bölünər hər ikisi. 25'ə böləndə 3 qalır. 125'ə böləndə 4 qalır. Oldu 4 tam 4'də 3. 4 tam 4'də 3 santimetr. Bunu da qeyd etdik uşaqlar. Keçirik 0 tam %27'yə. Bu da manatın işarəsidir. Bərabərdir %27. İxtisar getmir, elə belə də qalacaq.
Bir tam %40. Hesablasaq, bir tam %40 şəklində yazırıq. Surətlə məxrəc 20-yə bölünür. 40-ı 20-yə böləndə 2 qalır. 120-yə böləndə 5 qalır. Bərabərdir 1 tam 5-də 2 qaldı. 1 tam %40-ı yazdıq. İndi keçək davamını yazaq uşaqlar. 0 tam onda 5 kilometr. 1 kilometr, 2 dəqiqə. 0 tam onda 5. Vergüldən sonra bir rəqəm olduğuna görə məxrəc 10-dur. 10 ilə 5 hər ikisi 5-i ixtisar gedər 1 qalar, 5-i ixtisar gedər 2 qalar. İxtisar eləmək bölmək deməkdir. Hər ikisini 5-ə böldüm. Oldu 2-də 1 kilometr. 15 tam 1000-də 150 kilometr var. O sonuncu sıfırı silip yüzde de yazmaq olar. Bu formada da yazmaq olur. 15 tam 1000-də 150. Nəyə bölünər? 50-yə bölünər. Surət də, məxrəc də. 50-yə böləndə 3 qalır. 50-yə böləndə 20 qalır. Bərabərdir 15 tam 20-də 3 kilometr. Keçdik 0 tam %25 litrə. Vergüldən sonra 2 rəqəm var, məxrəc 100 olacaq. Surət də elə 25. Surətlə məxrəc uşaqlar hər ikisi 25-ə bölünür. 25-ə bölsəm 1 qalar, 125-ə bölsəm 4 qalar. Olacaq 4-də 1 litr. Sonra 1 tam onda 5 litrə baxaq. 1 tam, vergüldən sonra bir rəqəm var deyə məxrəc 10-dur. 1 tam onda 5. Məxrəclə surət 5-ə bölünür. 5-də 5-ə bölünür. 10-da. 5-i 5-ə böləndə 1 qalır. 10-u 5-ə böləndə 2 qalır. Olur 1 tam 2-də 1 litr. Bu da 8-ci çalışmanın izahı idi. İndi isə uşaqlar keçək 9-cu çalışmanın izahına. 9-cu çalışmada müqayisə edin deyilir. Gəlin müqayisələrimizi aparaq. Bunun üçün ya adi kəsri onluq kəsrə çevirməliyik, ya da onluq kəsri adi kəsrə çevirməliyik. İndi baxaq hansında daha asan da olsa o formada çevirib həll edəcəyik. Mən burada nə edə bilərəm? 5-də 3-ü onluq kəsrə çevirə bilərəm. 5-də 3-ü onluq kəsrə çevirmək istəyirəm, amma baxıram ki, bunun məxrəci 100-dür. Ona görə kəsrin surət və məxrəcini 20-yə vuracam. Sırf bax buradakı 100 mərtəbəsini almaq üçün. 20-yə vurdum, bunu da 20-yə vururam. 2-yə də vura bilərdik. Sadəcə onda məxrəc ona çevriləcəkdi. Sonra bir də gərək sonuna bir sıfır yazaq. Olacaq 60. 0 tam %60. İndi uşaqlar 0 tam %60 ilə da 0 tam %58-i müqayisə edirik. Hansı böyükdür? 0 tam %60 böyükdür. Onluq kəsrləri müqayisə edərkən öncə tam hissəsinə baxırdıq. Tam hissəsi eynidirsə, vergüldən sonraki hissələrə baxırdıq. Bunda onda bir mərtəbəsi 6-dır, bunda isə 5-dir. Deməli 6 böyük olduğuna görə 0 tam %60 daha böyük oldu. Sonra keçək ikincisinə 3-də 1 və 0 tam %25-ə baxaq. 3'də 1 və 0 tam %25. İndi 0 tam %25-i mən çevirəcəm adi kəsrə. Oldu %25. Surət və məxrəc uşaqlar 25-ə bölünür. 25-i 25-ə bölsəm 1 qalır. 125-ə bölsəm 4 qalır. Burada 1, burada isə 4 qaldı.
İndi biz 3də 1 kəsri ilə 4də 1 kəsrini müqayisə eləməliyik. Hansı böyükdür? Surətləri bərabər olan kəsrlərdən məxrəci kiçik olan böyükdür. Yəni bu hissə böyük olur. Davam edək. Üçüncüyə baxırıq. 4də 3 və 0,8. 0,8-i yaza bilərəm 10-da 8 şəklində. Surət və məxrəc ikiyə bölünsə burada 5 qalacaq, burada da 4 qalacaq. 5-də 4 ilə 5-də 4 ilə 4-ü də müqayisə etmək üçün gərək biraz da addım edək. Ona görə bu sərfəli deyil. Gəlin adi kəsri onluq kəsri çevirək. Elə daha qısa gedər məncə. 4-də 3 kəsrinin surət və məxrəcini 25-ə vuraram. Olar 100%75. Yəni 0,75. Lap gözəl. 0,75 ilə də 0,8-i müqayisə eləmək istəyirəm. 0,8-in sonuna bir 0 yazıram ki, hər birində vergüldən sonra 2 dənə rəqəm olsun. Hansı böyükdür? 0,80 daha böyükdür. Sonra 3-də 2 ilə 0,75-i müqayisə edək. %75 4-də 3 eləyəcək. Sonra da ortaq məxrəcə gətirmək lazımdır. Biraz bizə çox yer lazım olacaq. Ona görə buradan yazıram. 3'te 2, bir də 0,75. 0,75-i çevirirəm mən. Onluq kəsirdir, adi kəsrə çevirirəm. Yazıram %75 şəklində. 25-i ixtisar gedir surət və məxrəc. 25-ə bölsəm 3 qalır, 25-ə bölsəm 4 qalır. Hər dəfə o bölməni rəngli göstərə bilmirəm uşaqlar. Başa düşürsünüz də artıq sadəcə bu ixtisardır. 3, burada da 4 qaldı. İndi biz 3'də 2 ilə 4-də 3-ü müqayisə etməliyik. 3'də 2, 4-də 3. Bunun üçün tamamlayıcı vuruqla məxrəclərini eyniləşdirməliyəm. 3 və 4 üçün ortaq məxrəc əkobdur. Yəni hər birinin məxrəcini 12-yə tamamlamalıyıq. 12-yə tamamlamaq üçün surət və məxrəc 4-ə vurulur. 4-ü 12-yə tamamlamaq üçün surət və məxrəc 3-ə vurulur. Olacaq 12-də 8, 12-də 9. Hansı böyükdür? 12-də 9 böyükdür. Deməli, bu hissə böyük oldu. Aha, deməli, indi 20-də 11 ilə 0,6-nı müqayisə etməliyəm. 20-də 11, 0,6. 0,6-nı çevirə bilərəm. Olar 10-da 6. Amma məxrəc uşaqlar 20-dir deyə surət və məxrəci qayıdıb 2-yə vuraram ki, məxrəc 20-yə çevrilsin. Onlar bərabərdir. Vuraq 2, vuraq 2. Surəti dikiyə vururam, məxrəci dikiyə vururam. Bərabər də olur 20-də 12. İndi 20-də 11 böyükdür, yoxsa 20-də 12 böyükdür? Təbii ki, 20-də 12 böyükdür. Yəni 0,6. 5 dənə variant qaldı. Həmin variantları da yazmaq üçün uşaqlar lövhəni təmizləyib davam edirik. 5'də 6 və 0,8-i müqayisə etməliyik. 0,8-i mən adi kəsrə çevirirəm. Olur 10-da 8. Surət və məxrəc 2-yə bölünsə, 8-i 2-yə böləndə 4 qalır, 10-u 2-yə böləndə 5 qalır. Sadəcə uşaqlar ixtisar elədim. 2 ixtisar elədim 4, 2 ixtisar elədim 5. İndi müqayisə edək, görək hansı böyükdür. 5'də 6, yoxsa 5'də 4. Təbii ki, surəti böyük olan böyük olacaq. 25'də 8 ilə 0,32-ni müqayisə edək. 25'də 8, 0,38. 25'də 8-i bu dəfə də onluq kəsrə çevirirəm. Surət və məxrəcini 4-ə vururam. Məxrəc 100-ə tamamlansın deyə.
olacaq yüzdə 4 dəfə 8, 32. 0,32. İndi 0,32 böyükdür, yoxsa 0,38 böyükdür? Təbii ki, 0,38 daha böyükdür. 6'da 1 və %17 verilib. %17'ni %17'ni yaza bilərik %17 şəklində. 6'da 1 və nəysə bu biraz uzun gedəcək. Yaxşı, yazaq uşaqlar. 0,17'ni yaza bilərəm %17 şəklində. Burada dayandıq. İndi 6'da 1 ilə %17'ni müqayisə eləmək üçün hər birinin məxrəcini uşaqlar 300-ə tamamlayaram. 6 və 100'ün hər ikisi üçün əkop 300'dür. 300'ə tamamlamaq üçün 6'da 1'in surət və məxrəci 50'yə vurular. %17'nin surət və məxrəci 3'ə vurular. Məxrəcini eyniləşdirib sonra müqayisə edə bilərəm. Olacaq 300'də 50. Bu da olacaq 300'də 3'ə vuranda 51. Hansı hissə böyükdür? Bu hissə böyükdür. Bunu da qeyd etdik 6'da 1 ilə %17'ni. Keçək 50'də 3 ilə %6'nı müqayisə edək. %6'nı adi kəsrə çevirirəm. Yazıram %6 şəklində. Sonra surət və məxrəci uşaqlar 2'yə bölürəm. 2'yə bölsəm məxrəcdə 50, surətdə də 3 qalacaq. Və belə görünür ki, onlar bir-birinə bərabərdir. 2'yə ixtisar elədim 3, 2'yə ixtisar elədim 50. Əllidə 3 bərabər olur 50'də 3'ə. Qiymətləri bərabərdir. Sonra burada var 24'də 9 və 0,1000'də 375. Bunu da bu aşağıda boş yerdən yazıram uşaqlar. Yəqin ki, o qədər hissəyə sığışar artıq. 24'də 9 verilib. Bir də 0,1000'də 375 verilib. 24 ilə 9 hər biri 3'ə ixtisar gedər. Çevirək. 24'də 9 3'ə bölsəm 8'də 3 eləyəcək. Surət və məxrəcini 3'ə böldüm uşaqlar. 3'ə böldüm 3 qaldı, 3'ə böldüm 8 qaldı. Sonra indi onluq kəsiri çevirək. Burada hər ikisini çevirməliyik. 0,1000'də 375'i yaza bilərəm. 1000'də 375. Hər biri 125'ə bölünər. 125'ə bölsəm 3 qalır, 125'ə bölsəm 8 qalır. Və 8'də 3, 8'də 3 cavabları da oldu bərabər. Bu da 9-cu çalışmanın izahı idi. İndi isə uşaqlar, keçək 10-cu çalışmanın izahına. 10-cu sualda sıralayın. Birinci artan sıra ilə yazmalıyıq uşaqlar. Gəlin başlayaq həll etməyə. A bəndində 0,13 verilib, 0,25 verilib və 3'də 1 verilib. Hər birini adi kəsrə çevirə bilərik. 0,3 bərabərdir 10'da 3 deməkdir. Hələ ki burada saxlayıram. 0,25'i çevirirəm. Bu bərabərdir 25. İndi uşaqlar ixtisar eləməyəcəm. Sonra da o birisi kəsri yazıram 3'də 1. İndi baxıram 10'da 3, %25 3'də 1.
Məxrəcləri 10, 100 və 3-dür. Hər üçü üçün əkop 300 olar. Yəni bunları mən 300-ə tamamlamalıyam. 300-ə tamamlamaq üçün kəsrin surət və məxrəcini 30-a vurdum. Birinci kəsr üçün tamamlayıcı vuruq oldu 30. İkinci kəsr üçün tamamlayıcı vuruq 3 olacaq. Üçüncü kəsr üçün tamamlayıcı vuruq da 100 olacaq. Hər birinin məxrəcini 300-ə tamamlayıram, əkobunu tapıb. Oldu 90. Bu oldu 300-də 75. Bu isə oldu 300-də 100. İndi ədədləri artan sırada düzək, kiçikdən böyüyə. 300-də 75, 300-də 90, 300-də 100. Onu da burada yazım, uşaqlar aşağıda yer yoxdur. 300-də 75 ən kiçiyi idi. Sonra 300-də 90 var. Sonra da 300-də 100 var. Bu ədədləri ortaq məxrəcə gətirəndən sonra apardığımız müqayisədir. Artan sırada düzdür. İndi 300-də 75-i öz əvvəlki formasına qaytaraq görək bu hansı ədəd idi? 0,25 idi. 300-də 90 öz əvvəlki formasına qaytarsaq bu 0,3 idi. 300-də 100-ü öz əvvəlki formasına qaytarsaq bu da 3-də 1 idi. Onda ədədlərimizi artan sırada düzdük, sıraladıq. Heç ora böyük kiçik işarəsi yazmağa ehtiyac yoxdur. Artan sırada bu formada qeyd etdik uşaqlar. B bəndinə baxaq. B bəndində 5-də 2 verilib. 0,135 verilib. Bir də 4-3 verilib. Burada uşaqlar gəlin hamısını çevirək biz onluq kəsrə. 5-in surət və məxrəcini 2-yə vururam. 5-də 2-nin. Olur 10-da 4. Yəni 0,4. İstəsək bunun sonuna bir dənə 0 yazıb 0,40 da yaza bilərik. Sonra 0,35-in elə özü onluq kəsr şəklində də onu çevirməyəcəm, 4-3-ü çevirəcəm. 4-3. Məxrəc və surət 25-ə vurulmalıdır ki, məxrəc 100-ə tamamlansın. Oldu 75. 0,75. Hər üçü onluq kəsr formasındadır. İndi artan sırada düzəlir. Ən kiçiyi 0,35-dir. Sonra gəlir 0,40. Sonra da gəlir 0,75. Müqayisə etdik. İndi uşaqlar, müqayisə etdik. Gəlin hər birini öz əvvəlki formasına geri qaytaraq. 0,35 elə özü bu formadaydı. Onu çevirməmişik. Amma 0,40-ı almaq üçün hansı kəsiri çevirdik? 5-də 2-ni. Ona görə 5-də 2-yə qaytarırıq. Bizə müqayisə lazımdır. 0,75-i almaq üçün 4-3 kəsirini sadələşdirmişik. Artan sırada düzdük kəsirlərimizi. A bəndini izah etdik. İndi isə uşaqlar, keçək B bəndini izah edək və bu zaman azalan sırada düzürük. Azalan sırayla düzək. B bəndi yox, ikincinin A bəndi. İndi uşaqlar, A bəndində nə verilib? 1,2 verilib. 1,2. 1,1000-də 205 verilib. Bir də 4-3 verilib. İkisi onluq kəsr şəklində. 4-3 yox, 4-də 5. İkisi onluq kəsr şəklindədir. Ona görə mən 4-də 5-i də onluq kəsr şəklində çevirəcəm. 4-də 5 surət və məxrəcini 25-ə vururam. Qarışıq ədədə çevirib də yazmaq olar, belə də yazmaq olar. Səhv deyil uşaqlar. Olur 100-də 125. 125-in içində 100 neçə dəfə yerləşir? Bir dəfə. 25 də qalıq qalır. Yəni bu 1,25 deməkdir.
İndi müqayisə eləmək üçün baxıram ki, burada vergüldən sonra 3 rəqəm var. Burada bir rəqəm var. Bunun sonuna 2 dənə 0 yazaram, çevrilər. Bunun da sonuna uşaqlar nə yaza bilərəm? Bir dənə 0 yenə yaza bilərəm. Olacaq 1 tam mində 250. İndi rahat müqayisəmizi apara bilərik. Ən kiçiyi olur 1 tam mində 200. Sonra bir azalan yox, azalanla düzməliyik. Böyükdən kiçiyə gəlməliyik. Ən böyüyü 1 tam mində 250-dir. Sonra kiçildək. 1 tam mində 205. Sonra 1 tam mində 300. Azalan sırada düzdük. İndi hər bir onluq kəsiri öz əvvəlki formasına gəlin geri qaytaraq uşaqlar. 1 tam mində 250-ni almaq üçün biz hansı kəsiri sadələşdirdik? 4-də 5-i. 1 tam mində 205 elə özü o formada verilmişdi. Ona heç nə eləməmişik. Olduğu kimi qalıb. 1 tam mində 200 almaq üçün biz hansını sadələşdirdik? 1 tam onda 2-ni. Sonuna 2 dənə 0 yazdıq. Yəni bu da 1 tam onda 2 formasındaydı. A bəndini yazdıq. İndi keçək B bəndinə. 3 tam onda 3, sonra 4-də 9 verilib, 3-də 5 verilib. 3-də 5 verilib. Uşaqlar, bu 4-də 9-u çevirək. 4-də 9 nə deməkdir? 1 tam, 2 tam 4-də 1 deməkdir. 2 tam 4-də 1 deməkdir. 3-də 5, 3-də 5. 1 tam 3-də 2 deməkdir. 5-in içində 3 bir dəfə yerləşir, 2 də qalıq qalır. 3 tam onda 3-də bunu da çevirirəm. 3 tam onda 3-də 3 tam onda 3 deməkdir. Heç bunu onluq kəsirə çevirməyə və yaxud da adi kəsirə çevirməyə, ortaq məxrəcə gətirməyə ehtiyac yoxdur. Niyə? Tamlarına baxıraq. Ən böyüyü 3 tam onda 3-dür. 3 tam onda 3. Sonra 2 tam 4-də 1-dir. Sonra da 1 tam 3'te 2'dir. Tamları elə müqayisə eləməyə kifayət eləyir. Tamları kifayət eləməsəydi, biz onları ortaq məxrəcə gətirərdik. Yaxşı, indi 3 tam onda 3 bu şəkildə verilmişdi. Yəni 3,3 şəklində. 2 tam 4'də 1, 4'də 9 şəklində verilmişdi. 1 tam 3'də 2 də 3'də 5 şəklində verilmişdi. Azalan sırada yazdıq. Bu da 10-cu çalışmanın izahı idi. İndi isə uşaqlar keçək 11-ci çalışmanın izahına. 11-ci sualda üfüqə atılmış top 5-də 4 metr hündürlükdən yerə düşür. Topu buradan atırlar uşaqlar, bax buradan. 5-də 4 metr hündürlükdən yerə atırlar. Gəlib yerə dəyəndən sonra top bir də sıçrayır, müəyyən qədər məsafə qalxır, bir də düşür, bir də yerə dəyir, bir də hündürlüyə qalxır. Bax, o formada davam edir hərəkəti. Hər dəfə yerə dəydikdən sonra əvvəlki hündürlüyün yarısı qədər qalxır. Yəni, bax, bu hündürlüyü tapmaq üçün, buradakı hündürlüyü tapmaq üçün əvvəlki hündürlüyü yarı bölməliyəm. Başlayaq uşaqlar. 5-də 4 bölək 2. Kəsiri 2-yə bölmək üçün 2-nin tərsinə vurmalıyıq. 2-də 1-ə. Məxrəc məxrəcə vurulub məxrəcdə yazılır. Surət surətə vurulub surətdə yazılır. Bunları keçmişik sizdə. Olur 10-da 4. Əvvəlki hündürlüyün yarısı qədər qalxdı. Bu oldu 10-da 4 uşaqlar. Onluq kəsirindən də yaza bilərdik. Top ikinci dəfə yerə dəydikdən sonra hansı hündürlüyə qalxar? Bax, bunu tapmalıyıq. İndi 10-da 4-ü də bölürəm 2-yə. 10-da 4-ü 2-nin tərsinə 2-də 1-ə vuracam. Və burada baxıram ki, 2 ilə 4 ixtisar gedir. 2-ni 2-yə böləndə 1 qalır, 4-ü 2-yə böləndə 2 qalır. Oldu 10-da 2.
10 vuraq 1, 2 vuraq 1. Burada da 2 ilə 10 da ixtisar olur. Gəlin elə həmin ixtisarları da aparaq. 2-ni 2-yə bölsək 1 qalır, 10-u 2-yə bölsək 5 qalır. 1 vuraq 1, 5 vuraq 1. Oldu 5'te 1 metr. Burada sualın yerine olacaq 5'te 1 metr. 5'te 1 metr yüksəkliyə qalxır. Əvvəl adi kəsirlər, sonra isə onluq kəsirlə yazın. İndi 5'te 1'i onluq kəsirə çevirək. 5'te 1'i onluq kəsirə çevirmək üçün məxrəcini də 2'yə vururam, surətini də 2'yə vururam. Olur 10'da 2, yəni 0,2 metr. Bura həm də 0,2 metr deməkdir. Bizdən bu hissəni soruşurdu. İkinci dəfə yerə dəyib sonra qalxanda hansı yüksəkliyə qalxar? 11-ci çalışmanı da izah etdik uşaqlar. İndi keçək 12-ci çalışmanın izahına. 12-ci çalışmada qablarda 1,43 kiloqram lobya, 1,43 kiloqram lobya, 20-də 27 kiloqram noxud və 1,11 kiloqram düyü var. Hər boş qabın kütləsi 1 kiloqramdır. E, hansı qabda hansı ərzaq var? Yaxşı. Gəlin çevirək onluq kəsirə. Burada çünki onluq kəsirləndir. Hətta belə eləyə bilərik. Onluq kəsirləri adi kəsirə çevirib sonra hesablaya bilərik. Görək hansı asandır. Bu eləyəcək 1,75. %10 da üzərinə gələndə 1,85 eləyəcək. Hə, heç nə. Çevirə bilərik uşaqlar. Lobiyanın kütləsini tapıram öncə. Lobiya 1,4'də 3'dür. 1 tam üstə gələk. 4'də 3. Yazıram 1 tam üstə gələk. 4'ün surət və məxrəcini 25'ə vururam ki, onluq kəsirə çevrilsin. 1 tam %75. İndi 1 kiloqram boş qabın kütləsini tapıram. Və boş qabın kütləsi 1 kiloqramdır. Bu bizə verir 0,1. Bunu da 100'ə tamamlamaq üçün 0,10 yaza bilərik. Sonuna bir dənə 0 yazıb. İndi 1,75 ilə lobiyanın kütləsi ilə qabın kütləsini toplayıram. Bunu da toplamaq üçün uşaqlar alt-alta toplaya bilərsiniz. Vergülün altından, kəsir hissənin altından. 5, 8, 0. 0,85 oldu. Yəni, lobiya olan qabın kütləsi 0,85'dir. Hansı qabdır? İkinci qab. Deməli, lobiya ikinci qabdadır. Davam edirəm, lobiyanı tapdıq. Sonra gəlin, noxudu tapaq. Noxud nə qədər verilib? 20'də 27 verilib. Bunu surət və məxrəcini elə birbaşa 5'ə vurub sonra çevirəcəm mən. Siz qarşıq ədədə çevirib sonra hesablaya da bilərsiniz. 100'də 135. 135'in içində 100 neçə dəfə yerləşir? Bir dəfə 35 də qalıq qalır. Bu da uşaqlar 1,35 deməkdir. Noxudun öz kütləsi 1,35'dir. Üstünə də boş qabın kütləsini gəlirəm. 1,35 üstə gələk 0,10. Bu da bizə verəcək 1,45
kiloqram. Yəni noxud olan qabın ümumi kütləsi 1,45-dir. O da üçüncü qabdır. Üçüncü qabda da noxud yerləşdi. Onda birinci qabda yerləşəcək düyü. Gəlin onu da hesablayaq. Düyü 1,20-də 11 kiloqramdır. Yazıram 1 tam üstəgələk 20-də 11. O da bərabərdir 1 tam üstəgələk 20-ni də 5-ə vururam, 11-i də 5-ə vururam. Bərabər olur 1 tam üstəgələk %55. Bu da 1 tam %55 kiloqram deməkdir. Bu düyünün öz kütləsidir. İndi qabla birlikdə kütləsini tapmaq üçün qabın kütləsini üzərinə gəlməliyik. Toplayanda bizə verəcək 1 tam %65 kiloqram. Bu da birinci qabdır. Onda birinci qabda düyü, ikinci qabda lobya, üçüncü qabda isə noxud oldu. 1 düyü, 2 lobya, 3 noxud. Bu isə uşaqlar 12-ci çalışmanın izahı idi. Beləliklə bu dərsimizin də izahlarını tamamilə verib yekunlaşdırdıq. Sonda izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bundan sonra da kanalımda tez-tez 5-ci sinif riyaziyyat dərslərinin izahının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, bildirişləri də aktiv etməyi unutmayın ki, uşaqlar yeni videolar yüklənəndə sizin də xəbəriniz olsun. Gələn dərslərdə görüşmək ümidi ilə hər birinizə dərslərinizdə uğurlar arzu edirəm.